Herkese salam. Bu günləri nənəmgildəyəm. Dayım qızı buradadır. Bir yerdə makyaj eləyəcəyik. Çoxdan bir araya gəlmirik. Məni qoyub başqa ölkəyə getdiyinə görə. Ona görə dedik bir yerdə yeksə, qəşəng söhbət eləyək, makyaj eləyək. Aldığımız bəzi yeni məhsullar var. Onları da sizə göstərək. Bəli. Birinci üzümüzü nəmləndirdik. Hər hansı bir nəmləndiricini nəmləndirə bilərsiniz. İlişin də bu arada adı demədim mi? Yox. İlahə. Dayım qızın adı İlahədir bu arada. Mən qısaca İliş deyirəm. İkimizin də sifəti qurudur. Ona görə də İliş birinci Top Faces markasını istifadə edəcək. Mən də Kiko markasını. Tamam. İkimiz də ayrı-ayrı markalarda məhsullar istifadə edəcəyik ki, fərqlərinə baxaq. Məndə Kiko'nun belə tonalisi var. Heç vaxt istifadə eləməmişəm. 2 dəfə yoxlayacağam. İlahədə də Top Face'in tonalisidir. Yoxlayaq görək aradakı fərqi necədir. Tamam. Ay da mən birinci tonalina başlamıram. Başla. Gözümdən başlayıram mən birinci. Mən tonalini indirəm, sonra gözümü başlayıram ki, tonalina vaxtında otursun. Mən də gözümü edirəm, sonra tonalina edirəm. Mən bir dəfə belə başlayaq, mən olacaq. Daha doğrusu ən birinci mən qaşımı sabitləyirəm. Prosto bu arada buradakı makyaj məhsullarından demək olar ki, heç biri mənim deyil. Bəziləri mənimdir, çoxusu İlahənindir, bir iki də nənəmindir. Hər kəsin makyaj sıralaması təbii ki, fərqlidir. Birinci əslində qaş sabitləyicimi gətirəcək, istifadə eləyirəm. Amma qaş sabitləyicimi gətirmədiyimə görə, ümumiyyətlə heç bir makyaj məhsulu gətirmədiyimə görə bir ikisini buradan aldım. Bir kosmetika mağazasına girmişdik. Niyə çəkmədim mən oranı? Mən bu arada Kiko'nun kapatçılığını heç bəyənmədim. Heç qəşəng deyil. İliş gloss canavarıdır. Ancaq gloss qutarır. Mən tuş qutarıram ən çox, bir də kapatıcı. İlişdə gloss qutarır. Bu günlər həyatımda mən Esclam istifadə edirəm. Onun örtücülüyü çox gözəldir. Amma bunu bəyənmədim. Düzdür, nəmli bitişdir. Quru sifətdə sevəcək. Amma elə dəhşətli dərəcədə örtücülüyü yoxdur. İlahənin vurduğum tonali çox qəşəngdir, şüşə kimidir. Bu da mənim üçün Kiko. Heç bəyənmədim. İndi keçirik yavaş-yavaş tenəcə İlahə keçirməyə. Mən elə qalmışam belə-belə. Vururam, tem vururam, lan da vururam. Gözümün üstünə kapatça keçdim. İndi pudralayaq. Məndəki Clion da biliyorsunuz artıq. Aşinasınız. Sənə görə ilk dəfə şeylər qalıb orada, yoxsa onu mənim 5 dəfə vurmuşdum. Nəyi? Pamukdan zad. Sırf sən orada, yoxsa mən hər zaman əlim ayaqım əsir. İlişin belə ten kitabçası var. Çox şəkərdir, hər rəng var. Təbii ki, klassik olaraq qəhvə rəngdən gedəcəyik. Hər zamanki gibi. Mən amma çəhrayı rəng çox qəşəng yaraşır. Bəlkə çəhrayı vuraq. Uşaqlar tenim belə oldu. Çox abartmadıq təbii ki. Bilanini güzük bir dəfə. Gündəlik makyaj edirik şu an. Qızlar, İlişlə mən kosmetik mağazasına girdik. Oradan bəzi məhsullar aldıq. İndi İliş öz aldıqlarını sizə göstərsin və denəsin görək necə məhsullardır. Golden Rose'un bir dənə ağ karandaşını almışıq. 350 aldım. Ötəli. Bir də belə ağ gözümün pınarlarına vurmaq üçün glitterli şey aldım. Zər aldım, şey aldım. Stik zərdir. Stik zər. Bir də Vivienne Sabanın Volum glossunu aldıq. Bilirsiniz ki, bu çox məşhur, çox gözəl şüşə kimi olan glossdur. Bəli. Dedim almalıyıq. İndi istifadə eləsin görək necədirlər. Birinci ağ karandaş elə. dostlar. Kutu açılış elə. Asemera. Qaşlarımı da biraz darıyım. Düzdür, sabitləyici yoxdur, olsun. Bu gün də biraz fərqlilik olsun. Doğal makyaj eləyək, əlimizdə olanlar. Baxın, çox gözəldir. Golden Rose'undur. Göz highlighter'ıdır. Golden Rose'undur. Möhtəşəm. 1.50 idi, özü çox ucuz oldu. Mən düşünürdüm 3-4 manat olar hər halda. Çünki aydın sadə ağ karandaşı baha idi. Çox iyi. Bu mən də istifadə edilmiş. Kapatıcı olaraq Fit Me kapatıcıdır. Bir də L'Oreal. Sən də L'Oreal'ın bu quru sifətlər üstündür, yağlı. Qurudur deyəsən, çox pisdir, heç xoşum gəlmir. Qurudur gözün altına. Hə. Allah, gördün? Nəmli deyil, mən də nəmli sevirəm. Bizim də gözümüzün altı quru olduğuna görə biz L'Oreal'ı sevmirik. Kapatıcılığı çox əladır, söz ola bilməz, amma gözümüzün altını qurudur. Nə qədər yaxşı nəmləndirsək də. Ona görə ən qəşəng İliş al. Mütləq Infonsun kapatıcısını. Onu alacam. Möhtəşəmdir. Möhtəşəmdir. İndi mən biraz Fit Me keçəcəm gözümün altından. Yenə Fit Me qapatmasa da yaxşıdır. Hə, ən azından nəmli eləyir. Bunu vurub heç olmasa üstünə L'Oreal'la biraz da olsa vurmaq olar ki, rəngini açsın. Bax, Fit Me-nin kapatıcılığı buraya qədərdir. Ancaq budur. Bundan o tərəfəsi yoxdur. Çox da ağartmır. Çox da istədiyin görüntünü vermir. Nə qədər istəsən də vursan da. Neyək? Fit Me də belə olub. Birinci biraz məndə tünd qaldı. Bir ton
Ona görə biraz L'Oreal-dan keçəcəm. Görək necədir. L'Oreal-ı mən bu vaxta qədər həyatımda 2 dəfə yoxlamışam. İkisini də bəyənməmişəm. Görə bu necədir. Amma bu formasını heç yoxlamamışam. Beləsini. Çox vaxt qırmızı qapaqlısını yoxlamışam. Bunu heç yoxlamamışam. 2 dəfə. Bunu zaten Rusiyadan gətirmişdik. İlahənin yoldaşı hardan gətirib? Rusiyadan bunu gətirib. Böyük ehtimal ki, ümumiyyətlə hər ölkədə L'Oreal fərqlidir. Qablaşdırması da elə içəriyi də çox fərqlidir. Görək bunu dinləyək necədir. İstifadə eləməyəsən. Çox qəşəng layner çəkir də, çox gözəl yaraşır sənə. Mən heç yakışmıyor. Baxın. Bax, heç qurutmadı. Nəmli qaldı. Mən Allah qarşı. Sədəmə də nəmədi yesin. Mən gözümün altına risk bilən L'Oreal vursam, böyük ehtimal ki, qurudar. Ya da bu gün gözümün altı bu gün nəmli olmaq istəyib. Mənim ki, ayda gözümün altları qapqara. Panda. 1000 dəfə vurmalıyam gərək kastet. Mənim gözümün altı dəhşət. Çox super deyib. Oh, very delicious. Çox gözəldir. Bilsəydim mən də alardım. Mən bu qədər performans gözləmirdim. Keçmirdə yüzdü bax. Kirşan kosmetikdən almışıq biz Razindən də. Sərhan Marketin yanından. Bakıdakı belə effekt vermir. Hər yerdə fərqlidir, həqiqətən sınamışam. Həqiqətən hər yerdə fərqlidir. Möhtəşəmdir. Mən çox bəyəndim. Mən normalda bunu 2 dəfə istifadə eləmişəm. Gedib hətta testini də yoxlamışam, arzumda da yoxlamışam. Bu effekti almamışam. Bu mənim üçün qırış-qırış edir. Bax niyə? Hə, bəs sən gözün altını bozartdı. Amma məndə həmişə belə eləyir. Bax. Nədən belə yapıyor? İlkin gözün altına baxın bozartdı. Məndə amma bozartmadı yəni. Bax qırış-qırışdı. Sən niyə həyatım? Niyə? Bu, bax üstünə cool yazılıb. Soyuq alt tonludur. Sən axı dərin islah tonudur, sarı tonusun. Mənə niyə yaraşdı? Sənə heç bilmirəm. Mənə çox elə bir gözümün altı kimidir. Məndə həmişə belə olur, səhralı. Ona görə sən bunun üstündə bir sən cool olanı yox. Cool soyuq deməkdir ki, isti olanı hot. Bizim indi səsəvi. Bombastic side eye. Mən Şeklamın Tananisini almışam da. Onun da isti tonu, neytral tonu, soyuq alt tonu. Mən getdim soyuq alt tonusunu seçdim. Çünki mən soyuq alt tonluyum, o mənə yaraşır. Əgər kapatıcınız gözünüzün altında boz effekt yaradırsa, bilin ki, o sizin alt tonunuza uyğun deyil. Mən gözüm altı bitdi. Markalardan boluq. Hər marka nə ararsan var. Gözümün altına hələ pudralamıram. Benefit markasının ilişdə həm dodaq üçün, həm yanaq üçün belə tint var, sulu formada. Həmişə çox merak eləmişdim ki, görəsən bu nədir? Görəsən abartıldığı qədər varmı? Neçə almışam birini? 50 manat alıb bu arada. Birini bu boyda şeyə. Hələ 2 dənə alıb ha bu arada. Ürəyə dözməyib 2 dənə. Bunu da bura. Tezyə gəlir. Yox, dəyər. Benim U dönüşü. Baxın. Çox islaq bitişdir. hə, ıslaq bitişi də, sağ. Mən ümumiyyətlə belə allıqları çox sevirəm. Vişnədir, çəhrayı rəngidir, gilas rəngidir, qırmızıdır. Çox möhtəşəm qalır. Mənə yaraşırdı ya, ona görə sevirəm. Markanın həm özündən alıb, həm Türkiyədən alıb, həm də aeroportdan alıb. Üçüdən bahalı yer. Məncə daha ucuza tapmaq olar. Ay, necəsə gözəl. Qızılgül iyi verir. Dudağı da var. Yox, dudağımı xoşlamam bu rəng. Paranız varsa gedin alın. Keçək indi gözümüzü pudralayaq. Sonra sizə başqa bir məhsul da göstərəcəm. Bu gün məhsuldan bayağı dolu. Gözümün altını pudraladıq. Allıq hit allıqdır. Kikonun həm highlighter, həm də allıq. Allıqdır, amma içərisində zərlər var. Xırda-xırda highlighter, allıq qarışığıdır. İndi bundan görək necə olacaq. Elə gəlsinizin yanınızda vurun. The Bluetooth device is Alıq görür. Bu məhsulları ümumiyyətlə heç böyük almağa ehtiyac yoxdur. İllərlə gedir. Allıqdır, bronzurdur, illərlə gedir. Hə, sulu məhsullar çox tez bitir. Stikdir, suludur. Onlar çox glossdur. Mən qəral yerim. Hə, amma toz məhsullar illərlə gedir. Don kafesin dilimi highlighter'i. Hə, o highlighterdir. Öyle qurtarmısan sən? Onu qoymuşam. Oo. Yemişəm. Mən highlighter asla qurtara bilmirəm də. Asla 3 ildə hələ Revolution highlighterini bitirə bilməmişəm mən. Bu yüzden Top Face'in highlighterini yeyib qutarır. 2-3 aya. Göstərim. Yox de, dibidir. Dibini də silmişəm. Highlighter Belə yəni şey yoxdur. ən gezi bitən şeydir də, yəni. Burnumda resim çiziyorum. Başqa nə qaldı? Hə, tuş əsas məsələ. Əsas. Aşkım. Ən əsas. Tuş deyincə konsollar durur. Highlighter fırçası götürürük. Kiko highlighter'ı sanki az parlayırmışıq kimi hələ. Bir də üstünə. Baxın, ay çox gözəldir. Çox qəşəngdir. Nə oldu? Baxın. Ay, bir dənə parlaqlığa baxın. Ay, bunu flashda çəkəsən gecə. Nə gözəl.
Deyirəm o superdir. Belə ki, yoxdur. Biz günlük makyajdan çıxdıq deyəsən. Toy makyaj eləyirik. Gündəlik makyaj eləyirik şu an. Mən düşünməzdim makyaj bu qədər qəşəng olar. Bax, ay necə gözəldir. Alın. Gələcəm də biraz. Mütləq Golden Rose'un bu stick highlighter'ını alın. Möhtəşəm. Bu ağ rəngdə, hər rəngdə var idi bu arada. Baxın. Hacı bir dənə oradan buna bax. Buruna bax bir dənə. Aşkım ben. İndi bu Golden Rose'u mən də istifadə edeyim. Gözümə böyük ehtimal istifadə edərəm. Bir də qaşımın altına. Ay necə gözəl daxil olur. Panoramada bir də Maybelline deyil. İlişdə hal-hazırda Maybelline var. Biz ikimiz də bunu istifadə edirik. Çox qəşəngdir bu. Bəzən ola bilər ki, mən ingiliscə, türkcə, rusca hər dildə bir sözlə istifadə edə bilərəm. Bu normal haldır. Məncə hamımız demək olar ki, həyatımızda, gündəlik həyatımızda ingilis, rus, türk sözləri mütləq ki işlədirik. Mən də gündəlik həyatımda işlədirəm. O an reaksiyam türkcədirsə türkcə verirəm. Ruscadırsa məsələn rusca verirəm. Ya da ingiliscə. Zaten yeri gələndə çalışdığım qədər diqqət edirəm Azərbaycanca danışıram. Amma bəzən olur ki, başqa dillərdə danışıram. Ona görə də zəhmət olmasa bunu məndə yanlış tutmayın. Çünki hamımız danışırıq. Ola bilər yəni. Biz Golden Rose'un yeni karandaşını da aldıq. İndi açdıq. İliş denədir. 504 nömrəsidir. Bir də bu bilirsiniz ki, Vivian Sabanın volüm olan glosu çox məşhurdur hal-hazırda. Bizdəki 08 nömrəsidir. Duruşu bu formada baxın. Tam cam cilt şüşə kimi görsənir. Neçə aldıq biz? 9 aldıq. 9.90-a. 9.90-a, hə. Yaxşıdır. İndi mən də bu Golden Rose'un karandaşını istifadə edəcəm. Vurdum karandaşa. İndi keçək glosa. Aa, necə qəşəng var. Şaftalı yeyir. Ürəyim gedir də mən şaftalı iyisindən. Ən sevdiyim iylərdən biridir. Hə, hər şey. Par. Bugün par parlamışıq. Highlighter, gözümüzün üstü. Aa, gözümün üstü tuş dəyib. Onu silməliyəm. Dodağımız, makyajımız süper. Qızlar, makyajımız bitdi. Sonuç olaraq belədir. Mən biraz bayağı qızarmışam. Qəşəng oldu. Konuk olduğun için teşekkür ederim. Rica ederim.